Salam əziz izləyicilər. Mən Fis Akademinin kimya üzrə təlimçisi Həşimova Fatimə. Bugün biz sizinlə növbəti sınağımızın müzakirəsini həyata keçirəcəyik. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Gəlin suallarımızın müzakirəsinə keçək. Birinci sual. Doymuş bir atomlu spirtin dehidratlaşmasından alınan sadə efirin molyar kütləsi 46 qram bölücü mol. Spirtin 1 molunun yanmasına sərf olan oksigenin mol sayı n olarsa n hesablayın. Biz burada əvvəlcə spirtin saxladığı karbon atomlarının sayını tapmalıyıq. Deməli, efirləşmə reaksiyası 140 dərəcədən kiçik olduqda baş verir temperatur. Bu zaman sadə efir əmələ gəlir. Sadə efirdə də bilirsiniz 2 dənə radikal olur. Bu formada yaza bilərik formulasını və 1 molda su əmələ gəlir. Aha, indi bura 2 yazaq və uşaqlar bizdən istəyir ki, alınan spirtin molyar kütləsi 46. Alınan sadə efirin molyar kütləsi 46-ya bərabərdir. Sadə efirin molyar kütləsi də 14n üstə gəlinsin 1. 2 vuraq 14n üstə gəlinsin 1 və üstə gəl bir dənə də oksigen 16. Bərabərdir 46-ya. Buradan 28n üstə gəl 2 üstə gəl 16 bərabərdir 46 və 28n bərabərdir 28-i n də bərabərdir 1-ə. Deməli bizim spirtimiz CH3OH, yəni metil spirt imiş. İndi gəlin metili yandıraq oksigəndə və üzvü maddələr yanında karbon qazı ilə su əmələ gəlir. Yəni spirtlərdən söhbət gedirsə əgər əmsallaşdıraq, bura 2 yazırıq, spirtin qarşısına 2, burada 2 yazaq uşaqlar, hidrogenin qarşısına deməli yazaq 4 və oksigenin də qarşısına 3 yazırıqsa əmsallaşma bərabərdir. Və 1 molun yanması sərf olunan oksigen mol sayını istəyir. 2 moluna 3 sərf olunubsa 1-nə də x da bərabərdir 1 onda 5-ə. B variantı birinci sualda düzgün cavabdır. Gəlin ikinci sualımıza nəzər yetirək. 60 litr oksigen ozonator cihazından keçdikdə 6 litr ozon alınır. Oksigenin həcmcə neçə faizi ozona çevrilmişdir? Deməli, oksigendən ozonun əmələ gəlməsi. 2 bura yazırıq, 3 də bura. Və görürük ki, 3 mol oksigendən 2 mol ozon əmələ gəlibsə, 6 mol ozonun nə qədər oksigen sərf olunar? X qədər, uşaqlar. X da buradan taparıq ki, deməli, 9 mol. 9 molu oksigen səndiməyə çevrilib olub ozon. Və 60 100%dirsə, başınızda 60-dır da. Bəs 9 mol nə qədər olar? Y faiz. Y-i də buradan təyin etsək, 900-ü elə bilə bölürük 60-a. Nəticədə 15 ifadəsini alarıq. D variantı düzgün cavabdır. İkinci sualda 3-ə nəzər yetirək. Üçüncü suala nəzər yetirək. Deməli, bir oksidaşma reduksiya reaksiyasıdır. Misin üzərinə nitrat turşusu gəliblər. Mis nitrat NO və su. Mis nitrat NO və su əmələ gəlibdir. İndi bizdən istəyir ki, reduksiya edicinin verdiyi elektronların ümumi sayı 12Na olarsa əmələ gələn reduksiya məhsulunun mol sayını müəyyən edin. Gəlin əvvəlcə bu reaksiyanı əmsallaşdıraq. Mis 0-dan gəlib mis müsbət 2-yə. Azot da müsbət 5-dən gəlib azot müsbət 2-yə. Aha, bu elədiyi birincidə mənfi 2 elektron və bu reduksiya edicidir. Oksidaşma prosesi həyata keçdi. Bu isə deməli müsbət 3 elektron oksidaşdırıcıdır və reduksiya prosesi həyata keçdi. İndi 2-nin 3-ə və 3-ün 2-yə əmsalları yazaq. Aha, 3-ü bura yazarıq, 2-ni də bura yazarıq, 3-ü bura yazarıq. Azotlara baxaq, 6, 2, 8 dənə azot və 4 də hidrogen, H2O-nun qarşısına yazırıq. Reaksiyamızı bərabərləşdi və nə istəyir bizdən? Deməli, reduksiya edicinin verdiyi elektronların ümumi sayı. Reduksiya edici bir ədəd reduksiya edici 2 dənə elektron verib. Amma bizdə 3 dənə reduksiya edici var. 3 dənə atom, mis atomu var da. 3 vurulsun 2 elektron verəndə cəmi. Yəni, biri 2 dənə veribsə, 3'ü 6 dənə elektron verib. Onu demək istəyirəm. 6 elektron verəndə 2 mol NO əmələ gəlirsə, bəs 12Na qədər elektron verəndə, yəni 6Na-da qədər elektron verəndə 2NO-dursa 12-də də X-dir. X da buradan 4 alarıq. 4. D variantı düzgün cavab olacaq. Üçüncü sualda
Dördüncü suala nəzər yetirək. Deməli, 50 qram etanol və etanol qarışığına natriumla təsir etdikdə 11,2 litr azot hidrogen qazı əmələ gəlir. Qarışıqda spirtin kütlə payını hesablayın. Deməli, C2H5OH-ın natriumla reaksiyası. Əmələ gələcək C2H5O natrium və 1 mol hidrogen. Bura 2 yazaq, burada 2 yazaq və 2 yazıq. Reaksiyamız bərabər oldu. Amma CH3C oksigen hidrogen isə natriumla reaksiya daxil hidrogen ayırmır. Yəni bunun üstə natrium getmədi bu proses. Aha. Cəmi 50 qram idi uşaqlar. 50 qramdır. Və deməli biz görürük ki, bunun 2 mol spirt 1 mol hidrogen ayırıbsa 11,2 litr neçə moldur? 0,5 moldur da. 0,5 mol hidrogen ayrılanda neçə mol spirtdir? X mol. X'i də buradan təyin edərik 1 mol. 1 mol spirtdə neçə qramdır? 1 mol C2H5OH-da eləyir 46 qram. 46 qram. Deməli 50 qramın 46'sı spirtdir. 4'ü aldehiddir. Məndə nə istəyir? Məndə nə istəyir orada? Omega spirt, yəni spirtin kütlə payı. Spirtin kütləsi 46'nı ümumi kütlə olan 50'yə bölürük və 100'ə vururuq. Deməli, buradan da alırıq 92%. 92. Düzgün cavab Y variantı 92 olacaq 4-cü sualda. Aha. Gəlin 5-ci suala nəzər yetirək. Deməli 39 tam magneziumlu bir birləşmə, 39,6 qram birləşmədə 4,8 qram magnezium varsa eni müəyyən edirik. Aha. Yəni sadə bir tapşırıqdır. Baxaq. Aha, 5-ci suala nəzər yetirək. Deməli 39,6'sında 4,8 qram magnezium var. Baxaq, 39,6'da 4,8 qram magnezium var. Bəs ümumi emerində neçədir? Emer neçədir? 2 vurulsun 14N üstə gələk neçə uşaqlar? 45. Çünki bunlar COOH 45 edir. 45. Üstünə də gələk magneziumu da var. Orada bir dənə 24. 24 qramda nə var? Yəni bu ümumi maddənin emerində görən bir dənə magnezium var. Yəni 24 qram magnezium var. Bəs 39,6 4,8. Aydındır mı? Və buradan deməli 39,6'nı vuraq 24'ə bərabər 4,8 vurulsun bu ifadə. Yəni 28N üzərinə gəl 90. 90 üstünə dön 114. Aha. N'ini burada yazaq. Mütəzəm içəri qoyuruq. Aha, 114. Və hər tərəfi 10'a vurandan sonra bu vergüllər gedir. Bu 48 ilə 24 qısa gedir, 2 qalır. 396 bərabərdir. Aha. 48 burada 2 qalır. 396 ilə 2'ni də apara bilərik əslində. Gəlin onu da eləyək. 336 ilə 2'ni aparanda 198. 198 bərabərdir. 28N üstə gəlir 114. Buradan da 28N bərabərdir 84'ə. N də bərabərdir 3'ə. Bizdən də N istəyirdi zaten. C variantı düzgün cavab olacaq. 6-cı suala baxaq. 6-cı sualda 5 mol su buxarı artıq miqdarda götürülmüş, közəlmiş kömür üzərindən keçilir. Reaksiya tam gedərsə neçə litr su qazı ayrılar? Reaksiyanı yazıq əvvəlcə. Aha. Görürük ki bir çözəlmiş kömür, yəni 5 mol su buxarı artıq miqdarı. 1 mol su buxarından nə qədər qaz ayrılır? 44,8 litr cəmi qaz ayrılır. 5 moldan nə qədər ayrılacaq uşaqlar? X litr. Aha. X da nəyə bərabər olacaq buradan? Yəni 5'ə vursaq 112'dən 2 dəfə çox 224. B variantı 224 olacaq. Düzgün cavab. 7'yə baxaq. 7-ci sual məhlul məsələsidir. Gəlin 7-ci suala nəzər yetirək. Deməli 200 qram 14 faizli kalium OH məhlulu almaq üçün lazım olan kalium hidrid və su kütlələrini qramla hesablayaq.
Birincisi 200 qram 14% kalium OH-da. Gəlin kaliumun qələvinin kütləsini hesablayaq. Yəni 200-ü bunun üçün vuraram 14-ə, bölərəm 100-ə. Elədi neçə? 28 qram nəymiş? Kalium OH. Və kalium hidridin su ilə reaksiya tənliyini yazmalıyıq mütləq. Kalium hidroksid və hidrogen qazı ayrıldı. Tənlikdən görürük ki, 40 qram, yəni 1 mol kalium hidrid su ilə reaksiyaya girdikdə 56 qram kalium OH əmələ gəlir. Və bu zamanda 1 mol hidrogen qazı ayrılır. Onda 28 qram kalium OH alınan deməli zaman reaksiyaya daxil olan kalium hidridin və alınan hidrogenin kütləsini tapa bilərik. Baxın, 56 qramdan, deməli 40 qramdan 56 qram əmələ gəldi və 2 qram ayrıldı. İndi 28-dən onun yarısı qədər. 1 buradan ayrılacaq, 20 də buradan reaksiyaya daxil olacaq. Bu 20 ilə biri tapdıq da, yəni. Aha, indi bizdə nə istəyir? Lazım olan kalium hidridin və suyun kütləsini qramla hesablayaq. Deməli, burada 20 qram kalium hidrid su ilə reaksiyaya daxil olur və 28 qram kalium hidroksid əmələ gətirəcək. Alınan məhluldan isə 1 qram qaz ayrılır uşaqlar, yəni qaz ayrıldı. Onda 200 qram məhlul alındıqda lazım olan suyun kütləsini hesablamaq üçün məhlulun kütləsindən, yəni 200 qramdan suya əlavə etdiyimiz hidridin kütləsini, yəni 20 qramı çıxıb, üzərinə məhluldan ayrılan hidrogenin kütləsini gəlməliyik. M suyu tapmaq üçün. 200-dən 20-ni çıxıb, üstünə 1-i gəlir. Nəticədədir 181 qram. Deməli ki, 20 qram kalium hidrid 181 qram suda həll olunur və nəticədə 28 qram kalium OH əmələ gəlir, 1 qram da hidrogen qazı ayrılır. Məhlulun kütləsi, yəni ki, məhlulun kütləsi 20 üstə gəl 181 çıxılsın 1. 1 qram hidrogen ayrıldı, nəticədə 200 qram olur. Aha. Ümumi məhlulun kütləsi 200 qram olur. Amma bizdən nə istəyir? Suyun kütləsini, bir də kalium OH-ın 20 və 181. C variantı düzgün cavabdır. 7-ci sualda 8-ə baxaq. 8-ci sual nəzər yetirək. Deməli, amoniakın sintez zamanı azot və hidrogenin qatılığı uyğun olaraq 0,5, 0,2 mol bölsün litr olduqda kimyəvi reaksiyanın sürəti 0, deməli 1000-də 2 mol bölsün litr sayı nədirsə, reaksiyanın sürət sabitini hesablayaq. Reaksiyanın görək sürət sabiti bu zaman neçə olar? Aha. Gəlin reaksiyamızı yazırıq. Əvvəlcə azot 3 mol hidrogenlə reaksiyaya daxil olub 3 mol amoniak əmələ gətirir. Və reaksiyamızın tənliyi, kinetik tənliyi nədir? K vurulsuz C azot, vurulsuz C hidrogen üstü 3. Nə istəyir bizdən? K-nı istəyir. K bərabərdir nəyə? Reaksiyanın sürəti K bərabərdir V-nin qatlıqlara nisbədir. V-də neçə idi uşaqlar? 0,002 idi. Qatlıqlar da biri 0,5-dir, bir də 0,3-dür. Onlar da daha doğrusu 0,2 üstü 3-dür. 0,2 üstü 3-dür. Deməli, bunları da biz ixtisar apardıqda 0,5 alarıq. 8-də düzgün cavab 0,5 D variantı olacaq. 9-a nəzər yetirək. Elektron formulu şəkildə verilmiş kimi hansı atom üçün, daha doğrusu elektron formulu verilmiş hansı atom Y3 edirsə Y2-dən dəfələrlə böyük olar. İyonlaşma enerjilərinə söhbət gedir. Baxın, Y3 Y2-dən dəfələrlə böyük olan nə deməkdir? Yəni Y3 ilə Y2, baxın uşaqlar, bu biri var sadəcə böyük olsun Y1 Y2-dən. Biri var dəfələrlə, tutaq ki, bizdə verib Y3 dəfələrlə Y2-dən böyükdür. Deməli bunlar ayrı-ayrı elektron təbəqələrindədir. Aydındır? Ayrı-ayrı elektron təbəqələrindədir. Baxın burada deməli 2s2-yə nəzər yetirək uşaqlar. 2s2. Elə bilin bir dənə nüvə çəkək, bir dənə nüvə. Düzdürmü? Ətrafında bir dənə 1s2-ni çəkirik. 2s2, ikinci təbəqədə də 2 dənə elektronu çəkirik.
Birinci deməli elektronu qoparmaq üçün Y1 qədər enerji sərf elədim. İkinci üçün Y2 qədər. Y1 Y2-dən çox da fərqlənmir çünki eyni təbəqədədir. Amma artıq üçüncü elektronu qoparmaq üçün Y3-ü qoparmaq üçün daha çox enerji sərf edirəm. Y3 daha çox enerji. Niyə? Çünki Y3 nüvəyə yaxındır. Nüvəyə yaxın olan elektron bir-birinin qüvvətli cəzb olunur və onu qoparmaq üçün çox enerji lazımdır mənə. Aydındırmı? Ona görə bu olacaqdır. Aha, yəni bu formada olacaq. B variantı düzgün cavab olacaq 9-da. Ona nəzər yetirək. Sikloalkan molekulunda hidrogen atomlarının sayı 2-nin üstə gəlsin. 4 isə hibrid orbitalların sayını tapın. CnH2-nin ümumi formulalardır. Deməli, burada amma deyir hidrogen atomu sayı 2-nin üstə gəlsin 4-dür. Yəni nə qədər 4 dənə hidrogen atomu çoxdur da normal formuldan. Yəni burada 2 dənə CH2 fərqi var. 2 vursun 2 4. 2 CH2 qədər çoxdur. Və uşaqlar, onlarda hibrid orbitalların sayı 4 dənə olursa, hibrid orbitalların sayı 4 dənə olur da. Bəs 2 dənə 2 CH2 qədər fərqlənirsə, 1 CH2-də sp3 hibrid hal olduğuna görə 4 dənə hibrid orbital olur. 2 CH2-də 4 vursun ki 8 qədər hibrid orbitalı olur. Yəni 8 vahid fərqlənəcəkdir. Niyə? Çünki 2 CH2 qədər fərqlənir. Yenə deyirəm, 1 CH2-də 4 dənə hibrid orbital var, 2 CH2-də 8. CH2 fərqinə görə eləmək ən yaxşı üsuldur. D variantı düzgün cavab olacaq 10-cu sualda. Aha, gəlin 11-ə nəzər yetirək. 11-ci sual yağlara aid bir sualdır üzvü kimyadan. Bir dəqiqə lövhənizi təmizləyək uşaqlar. Aha, yenə qeyd edirəm ki, dərslərimiz haqqında ətraflı məlumat üçün, ödənişli dərslər haqqında məlumat üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Deməli, 11. 11-ə gəlin nəzər yetirək. Aha. Deməli, bizə nə veribdir? Bir yağ molekulunda 57 karbon və 100 hidrogen atomu var. Və biz nəyi tapmalıyıq burada? Deməli, yağın tərkibindəki turşu qalıqları doymamışdır və eyni sayda karbon atomu olur. Eyni sayda karbon atomu olur. Bu yağın bir molunu tam hidrogenləşdirmək üçün lazım olan hidrogenin mol sayını müəyyən etməliyik. Aha, deməli, yağın formulu. Yağ bilirik ki, gliserin mürəkkəb efiridir. Onu yazaq biz. CO. Bura birləşdi R1, bura birləşdi R2. Uşaqlar, burada birləşdi R3. Düzdürmü? İndi bura baxsaq, deyir ki, burada 57 karbon və 100 hidrogen var. Onlardan 57 karbonun 1, 2, 3. 3'ün çıxdım. 3 buradan, 3 də buradan. 1, 2, baxın. Deməli, yaşılan 1, 2, 3, 4, 5, 6. 6'sını çıxdım, qaldı 51 karbon. Yəni, R1, R2, R3'də 51 dənə karbon var. İndi 100 hidrogendən 2, 4, 5, 5'in çıxdım, qaldı 95 hidrogen. R1, R2, R3'də 95 hidrogen, 51 karbon var. İndi uşaqlar, bəs bu hissəyə baxaq. Bu hissədə bizdə nə var? Deməli, gəlin biraz bu mütəzzəm bölün çəkim. Aşağı hissədə nə var uşaqlar? 6 dənə oksigen atomu var, 3, 3, 6 oksigen atomu var və neçə dənə hidrogen var? 2, 4, 5. 5 dənə də hidrogen atomumuz da burada var. İndi nə istəyir bizdən? Biz bildik ki, R1, R2, R3-də cəmi 51 karbon atomu saxlayır və 51-i 3-ə böləndə 17 qalır da. Deməli, hərəsində 17 dənə karbon var. Olar C17, C17, C17. Amma H-ları bilmirəm. Birinə X, birinə Y, birinə də Z qoyum. Amma bilirəm ki, X, Y, Z-in cəmi neçədir uşaqlar? 95-dir. Çünki 95 hidrogen atomu olmalıdır. Və radikalların tam doymuş hala, yəni C17H35 halına C17H35 halına keçməsi üçün R1, R2, R3'də radikallarda cəmi 105 hidrogen atomu olmalıdır. Amma cəmi 95 hidrogen atomumuz var. 95. Aydındır mı?
Deməli, bir yağ molekulu tam hidrogenləşməsi üçün 5 mol hidrogen molekulu lazımdır. 5 mol hidrogen lazımdır. Niyə? Çünki 105 dənə olmalıydı. 95'i var. Qalıb 10 dənə hidrogen atomu. 10 hidrogen atomu da 5 mol hidrogenidir. Yəni 1 molla nə qədər hidrogen birləşdirməliyəm? 5 mol hidrogen sərf etməliyəm. 11-də düzgün cavab 5. 11-ci sualın düzgün cavabı 5 olacaq uşaq. Aha. Gəlin 12-ci suala nəzər yetirək. Onun ikinci suala nəzər yetirək. Deməli, bir dənə reaksiya veribdir və reaksiyadan istifadə edərək 2Z üstəgənsin K alındı 2D bərabər 2D reaksiyanın effektini hesablayın. Deməli, baxın 2Z üstəgənsin K-dır. Z hardadır? Soldadır. Görürsünüzmü? Alınan məhsulda Z soldadır da, amma mənim reaksiyamda sağdadır. Və baxın 3Z burada var. Deməli, Z-lər, K-lar qalır. X-lara, Y-lərə baxın. 2Y aşağıdakı reaksiyada var. Yuxarıda isə bir dənə Y-dir. Yəni deməli mən birinci reaksiyanı tərsinə çevirib 2-yə vursam nəsə eləyə bilərəm. Yəni bunu görməyi bacarmaq lazımdır. Biraz yekun tənlikdən istifadə edərək onu görməyi bacarın. Gəlin birbaşa yazaq. Birinci tənliyi nə edirik uşaqlar? Sola çevirib və nə edirik? 2-yə vururuq. Olacaq. Birbaşa 2-yə vursaq 2Y üstə gəlinsin 6Z. Alındı 4x və Q mənfidir deyə çevirmişəm, olacaq müsbət və Q-nü də mütləq 2-yə vurmalıyam. Elədi 300. Aha. Altda isə olduğu kimi yazaq. 4x üstə gəl 3K. Alınsın nə? 2Y üstə gəl 6D və üstə gəl 300 kilojoule-da, yəni 300 kilojoule. İndi ixtisar aparaq. Deməli 4x-lar getdi, baxın. 2Y-lər getdi. Qaldı nə? Qaldı nə? 6Z üstə gəl 3K alınsın 6D üstə gəl 600. Və nə edərik? Bunların hamısı 3-yə ixtisar apara bilərəm. Qalar 2Z üstə gəl K alındı 2D üstə gəl 300 kilojoule. 300 kilojoule. 3-ə ixtisar apardım mən. 3-ə ixtisar aparırsınızsa 200 kilojoule alacaq. 600-ü də 3-ə bölmək lazımdır. 200 kilojoule ifadəsini alarıq. Düzgün cavab deməli 200 olacaq. Aha, çünki 3-ə bölürük də. 12-də 200, 13-ə baxaq. 13-cü suala nəzər yetirək. Lövhəmizi təmizləyək. Üçüncü suala. Aha. Bir dəqiqə üzr istəyirəm. Tamam. 13-cü suala baxaq uşaqlar. 13-də nə istəyir? Deməli, fosfin və hidrogenin ibarət qaz qarşısında protonların mol miqdarı neutronların mol miqdarına 1,25 dəfə çoxdur. Qarışığın hidrogenə görə sıxlığını müəyyən edin. Baxın, qarışıq verib fosfin və hidrogen. Deyir ki, protonu neutrondan falan qədər çoxdur. Müəyyən elə ki, hərəsi bu qarışığın hidrogenə görə, qaz qarışığının orta molekyar kütləsinin hidrogenə görə sıxlığını tapırıq. Yəni, mənə deməyib ki, bu hansı neçə moldur? Bunu x mol götürüm, bunu da y. Qarşıda proton saylarına baxsaq, uşaqlar, fosfor məlum olduğu kimi P15-dir, 31 onun ayrıdır, 16-da neutron sayıdır. Hidrogen də 1, 1, 0-dır, neutron da 0-dır. Bunu bilirik. İndi gəlin yazaq. Neutron, proton saylarını yazaq. Proton sayı ümumi qarşısında nəyə bərabərdir? 15 vur x, üstə gəl 3 vur x, üstə gəl 2 vur y. Neutron sayı nəyə bərabərdir uşaqlar? 3 vur 2, üzr istəyirəm, neutron sayı. Deməli, 16 dənə protonda var, 16 dənə fosforda neutron var, eləcə 16x. Yəni, hidrogenlərin neutronu yoxdur deyə, onlar 0-dır, üstə 16x üstə gəlsə 0, edir 16x. Yəni, mən protonla neutron sayını tapdım və deyir ki, proton neutron sayından 1,25 dəfə çoxdur. 15x üstə gəl 3x edir 18x üstə gəl 2y, yəni proton sayı ümumi 18x üstə gəl 2y-dir. Böyle 16x neutron sayına böldük 1,25 alarıq.
Buradan da uşaqlar 18x üstə gəl 2y bərabərdir 20x-a. Və 2x bərabərdir 2y, x də bərabərdir y. Yəni x ilə y bir-birinə bərabərdir. Mən hər ikisini 1 götürərəm. Niyə 1 götürürəm? Çünki bir hesablama aparmaq rahatdır. Ona görə minimum rəqəmi götürdüm. Deməli, hərəsində 1 moluymuş. İndi mən nə edərəm? 1 mol fosfin və 1 mol hidrogendən ibarət qaz qarışığının orta molyar kütləsini tapmalıyım. Niyə uşaqlar? Orta qaz qarışığında M ortanı tapırsınız həmişə. M orta. 1 mol fosfin, 1 mol hidrogen. M ortası necə taparam? Onun əgər hidrogenə görə sıxılığı istəyirsə, mütləq M ortasını tapmalısınız. Deməli, 1 vurulsun 34, üstə gəl 1 vurulsun 2. Yəni, M1 nü1 üstə gəlsin M2 nü2 bölsün nü1 plus nü3 düsturuna. Buradan da alaram 18. M orta 18 imiş və D hidrogenə görə də sıxlıq 18-i hidrogenin MR-nə 2-yə bölərəm, edər 9. 13-də düzgün cavab 9 olacaq. 14-cü suala nəzər yetirək. 14. XO biləşməsinin 16,2 qramında 3,2 qram oksigen varsa, X-in nisbi atom kütləsini tapın. X üstə gəl 16 qramında nə qədər oksigen var? 16. 16,2-də 32-dirsə, X üstə gəl 16-da isə 16-dır. Gəlin hesablayaq. 3,2 vurulsun, X üstə gəl 16. Bərabərdir 16 vurulsun, 16,2. Bunları aparsaq, burada 2 qalar. 2x üstə gəl 32, bərabərdir 162-yə. Yox, nəysə səhv edirik biz. Orada ixtisar aparmalıydıq. Bundan bu gedəndə 2 burada qalır. 16 vurulsun. Aha. X üstə gəlsə 16. Hə, burada ixtisar gedir. İxtisarı aparmadıq. İxtisarı aparaq bir dəqiqə. Aşağını təmizləyək, qarışmasın. Aha, deməli, x üstə gəl 16 nəyə bərabərdir? 16 vurulsun, x üstə gəlinsin 16, bərabərdir 16 vurulsun, 16,2 bölünsün 32-yə. Buna bu getdi, 2 qaldı. 2 qaldı. Daha doğrusu burada 3,2-dir də, ona vurduq hər ikisini, yuxarıda 162, aşağıda 32 qalsa. Və buradan x üstə gəl 16 bərabərdir 81-ə. X də nəyə bərabərdir? 65-ə. 65 olacaq x-in atom kütləsi. 14-də cavab 65. Gəlin, indi lövhəmizi təmizləyək. Aha. Növbəti suala nəzər yetirəcək. Uşaqlar, üzvü kimya ilə bağlı bir sualdır. 15-ci sual. Deməli, deyir ki, 11,2 litr propenin yanması zamanı 720 kilojol istilik ayrılırsa, propenin yanma reaksiyasının istilik effektini təyin edin. Aha. Əvvəlcə nə etməliyik? Propenin yanma reaksiyasını biz reaksiya tənliyini tərtib edib əmsallaşdırmalıyıq. Burada silinən şey çoxdur. Gəlin elə başlayaq. Aha, başlayaq, deməli 15. Propeni nə etməli? Propenin yanma reaksiyasının tənliyini qurmalıyıq. C3H6 oksigende yanır. CO2 və karbon qazı, yəni karbon qazı və su əmələ gəlir. Deməli 2 bura ataq, 6 və 9 dənə də oksigen burada olacaq. Buranı təmizləyək. 9 mol oksigen. İndi 44,8 litrdən bizə nə verib? Nə verib? Birdən baxaq. 11,2 litrdən deyir ki, 720 kilojol ayrılıbsa, deməli 44,8 litr reaksiya daxil olub, ondan da x kilojol ayrılır və bu x zaten reaksiyanın istilik effekti olacaq. X da buradan təyin etsək, deməli 4 dəfə çox olmalıdır. O da eləyəcək 2880 kilojol. 15-də 2880 edir cavab. 16-ya baxaq. 16-cı sualda deməli C3H6 və C3H8-dən ibarət qarışığın kütləsi 128 qramdır və qarşıdakı karbon atomlarının sayı 9Na olarsa qarşıdakı hidrogen atomlarının sayını hesablayın. C3H6 və C3H8-dən ibarət qarışığın kütləsi 128 qramdır. 128.
Deyir ki, qarışıqda karbon atomlarının sayı 9 enadır. Yəni mollarını verməyiblər də. Molun birini x götürək, birini y götürək, başlayaq. Aha, kütləsi deyirsə, bunun emeri 48-dir. C3H6-nın emeri uşaqlar 48-ə bərabərdir. C3H8-in emeri isə daha doğrusu C3H6-nın emeri 48 yox 42-dir. 42-yə bərabərdir. C3H8-in emeri isə 44-ə bərabərdir. Kütlələrin istəsən 1 mol 42x molu 42x-dir. 42x üstə gəlinsin 1 mol 44 isə y mol 44 y-dir. 44 y bərabərdir 128 qram və karbon atomlarının sayı deyil. Burada nə qədərdir? 3x qədər karbon var, ümumi 3x, bu aşağıda isə 3y qədər karbon var. 3y bərabərdir 9-a. 9-a, yəni 9 NA-ya bölürük, 9 atom olduğunu tapırıq. Burada nə alarıq uşaqlar? X ilə y-i alarıq ki, bərabərdir 3-ə. 3-ə ixtisar aparanda x ilə y 3-ə bərabər olar. İndi gəlin burada x-in yerinə, yuxarıdakı bu düz şeydən, tənlikdən 42, x-in yerinə qoyaq 3 çıxılsın y. Üstünə gələk 44 y bərabərdir 128. Tamam mı? 128'e bərabərdir. Buradan təyin edirik ki 126 çıxılsın 42 y üstə gəl 44 y bərabərdir 128'ə. İxtisarımız gedir 2 y bərabərdir 2 y bərabərdir 1'ə. X də bərabərdir y 3 çıxılsın y-ə, o da eləyir 3 çıxılsın 1 bərabərdir 2. Aha, bizdə nə istəyirdi burada? Nə istəyirdi? Birinci maddəmizin molu 2 mol C3H6, ikincisi isə 1 mol C3H8. Yəni bunu aldıq biz. Mollarını tapdıq. Nə istəyir bizdən? Hidrogen nə istəyir uşaqlar? Hidrogen atomlarının sayını, qarşılıqdakı hidrogen atomlarının sayını. 2 dəfə 6 12 burada, 1 dəfə 8 8 burada. Cəmi elədik 20. Yəni burada nə qədər hidrogen atomu var? 20 hidrogen atomu var. 16-cı sualda düzgün cavab 20 olacaq. 17-ci suala nəzər yetirək. Suala nəzər yetirək. 4,4 qram doymuş bir atomun spiritin dehidratlaşması 3,6 qram alken alınmışsa alkende neçə karbon atom olduğunu müəyyən edin. Deməli, biz burada alkendəki karbon atomlarının sayını, yəni N-ni təyin eləməliyik. CnH2n plus 1 OH idi. Dehidrogenləşdi CnH2 dehidratlaşdı daha doğrusu. CnH2n və su əmələ gətirdi. Və 4,4 qramından 3,5 alken alınıbsa 14n üstə gəlinsin 18-dən də 14n əmələ gəlib. Buradan da yazarıq 14n üstə gəlinsin 18 vurulsun 3,5'ə bərabərdir 14n vurulsun 4,4'ə. Hər tərəfə 10'a vursaq bu vergüllərdən azad olarıq uşaqlar. Daha sonra 7'yə ixtisar aparsaq burada qalar 5, burada qalar 2 və 88n bərabər olar 70n üstə gəl 90'a və 18n bərabərdir 90'a, n də bərabərdir 5'ə. Deməli, neçə dənə karbon atomu var uşaqlar? 5 dənə karbon atomu var imiş alkende. 17 düzgün cavab 5'dir. Gəlin 18'ə nəzər yetirək. 18. Gəlin lövhəmizi təmizləyək. 18'ə baxaq. Elektron uçurumu hansı elementlərdə rast gəlinir? Elektron uçurumu nə idi? O 4s2-dən 3d'yə elektronun, s2 elektronlardan birinin deməli getməsi idi də. Bu da 2 elementdə rast gəlinirdi. Bir misdə 29, bir də ki xromda 24. Normalda 4s2 3d9 olmalıydı, amma 4s1 3d9'dur. Xromda da 4s2 3d4 olmalıdır, amma 4s1 3d5'dir. Yəni bunlar üçün bu formullar düzgündür. Digərləri, yəni klassik qayda düzgün hesab olunmur. Sonra 19'a da baxdıq. Gəlin 20-ci suala nəzər yetirək. Yo, 18'ə baxdıq. Mis və xrom oldu bu. 29 və 24. 19-cu suala baxaq indi uşaqlar 19'a.
Deməli, natrium sulfatı ionları ayırsaq, natrium və SO4 -2 əmələ gələcək. Deyir ki, 2 mol natrium sulfat duzunun məhlulda neçə mol ion olar? Duzunun suda məhlulda cəmi neçə mol ion olar? Alfa 70% olanda. Deməli, uşaqlar, 1 molundan 3 mol ion əmələ gəldi. 2 molundan 6 mol əmələ gələcək. Amma nə vaxt? 100% olanda alfa. Amma deyir 70% onda nə qədər olar? X qədər. X də eləyəcək 420 bölünsün 100, 4,2. 19-da düzgün cavab 4,2. 20-ci suala nəzər yetirək. 20-ci suala nəzər yetirək. Deməli, 30 dərəcədə 0-dan %2 mol bölünsün litr saniyə sürəti ilə gedən reaksiya sürətinin temperatur əmsalı 2 olarsa, 70 dərəcədə reaksiyanın sürətini müəyyən edək. Deməli, T1 30-dur, VT1 0-dan %2. Düsturumuz nə idi Van't qaydasına görə? VT2 bölünsün VT1 bərabərdir qamma üstü T2 çıxılsın T1 bölünsün 10. Və buradan VT2-ni tapmalıyıq. Biz VT2 bərabərdir nəyə? VT1 vursun qamma üstü T2 çıxılsın T1 bölünsün 10-a. O da bərabərdir. VT1 neçədir uşaqlar? 0-dan %2. Qamma 2-dir. Temperaturlar 70 və 30. 70-də 30 çıxdıq, elədi 40. 40-ı da 4-ə böldük, elədi. Daha doğrusu 40-ı da 10-a böldük, elədi 4. Yəni 0-dan %2 vursun 2 üstü 4. 2 üstü 4-də 2 dəfə 2 8, 8 2 16 edəcək. Deməli 2 üstü 4 neçədir? 16 edir. 16-nı da 0-dan %2-yə vuranda 0-dan %32 mol bölünsün litr vursun saniyə edər. Cavab 0-dan %32 mol bölünsün litr saniyədir. 20-ci sualda düzgün cavab 0-dan %32 mol bölünsün litr vursun saniyədir. Bugün sizinlə növbəti sınavımızın müzakirəsini həyata keçirdik. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sizinlə mən FES Akademinin Kimya üzrə təlimçisi Həşimova Fatimə müəllimə idi. Ödənişli dərslər üçün 077 598 38 00 ilə əlaqə saxlaya bilərsiniz. Hələlik.